Şimdi biz de başlayalım. Fevral ayında bizim əsas işlərimiz, tədbirlərimizin, yəni sıralasaq, ən çox İslam məhbusları ilə bağlı keçirdiyimiz tədbirlərdir. Fevralın 7-sində tədbirimiz olub. Daha növbəti tədbirimiz söz azadlığı ilə bağlı olub. Mətbuatla xatırlayırsınız ki, Mehman Əliyev məruzə etdi və mətbuatın durumu barədə məlumat verdi. Sonraki ən diqqəti çəkən tədbirimiz Xocalı ilə bağlı keçirdiyimiz tədbir və onun səhəri günü 25-də tədbirimiz oldu, 26-sında isə yürüyüş oldu Xocalı abidəsinə. Fəaliyyət, biz Koordinasiya Şurasında fəaliyyət proqramının icrasını müzakirə etmişik dəfələrdən və bu icra hal-hazırda müzakirələr davam edir. Gənclər miting təyin eləmişdi, bilirsiniz. Bu miting önü gənclərlə birgə müzakirəmiz olub Koordinasiya Şurasının. Fransada soyqırım qanununun ləğvi ilə bağlı bu addımı təqdir edən bəyanatımız, açıqlamamız olub. Dindarların həbsi ilə bağlı bəyanatımız olub. Göyçayda, İsmayılıda İctimai Palatanın regional təşkilatlarının üzvünə təzyiqlərlə bağlı müzakirələrimiz və bəyanatımız olub. Hamınızı salamlayıram və hər şeydən öncə dünənki bayram münasibəti ilə İctimai Palatanın gözəl, ləyaqətli, mübariz, fədakar xanımlarını təbrik eləmək istəyirəm. Çünki onlar Azərbaycanımızın da, İctimai Palatamızın da həlledici qüvvəsidir. Yalnız onların iştirakı ilə, onların fədakarlığı ilə, onların fəallığı ilə ölkədə vəziyyəti dəyişib, istədiyimiz hədəflərə nail olmaq mümkün olacaq. Eşq olsun İctimai Palatanın xanımlarına, onların simasına, bütün Azərbaycan xanımlarına. Və qarşıdan Novruz bayramı gəlir. Xalqımızın ən sevimli, ən maraqlı, ən zəngin, ənənəli bir bayramı. Öncədən bu bayram münasibəti ilə hamınızı təbrik edirəm. Arzu edirəm ki, bu Novruz bütün xalqımızın istədiyi uğurları millətimizə, xalqımıza və hər birinizə gətirsin. Hər il 20 yanvar faciəsinin il dönümü ilə başlayan, 26 fevral Xocalı soyqırımının qeyd edilməsi ilə davam edən dövr təxminən 8 mart, 21 mart arası dövrdə dəyişməyə başlayır. Elə bil ki, o faciələrin, zərbələrin, itkilərin ağrısı məhz bu mərhələdə, bu iki gözəl bayram arasında dəyişməyə başlayır. Cəmiyyətdə, xalqda optimizm, gələcəyə inam yenidən formalaşmağa, möhkəmlənməyə başlayır. Çünki doğrudan da hava da dəyişir, yaz gəlir və qar nə qədər müqavimət göstərsə də bilirik ki, bu müvəqqətidir və havalar gözəlləşəcək. Amma siyasi havanın gözəlləşməsi özümüzdən asılıdır, xalqımızdan asılıdır, hər birimizdən asılıdır. Və bu dövrdə qəbul ediləcək qərarlar hesab edirəm ki, həlledici qərarlar olacaq. Bu dövrdə proseslərin gedişini qiymətləndirmək üçün əvvəlki dövrə bir qədər diqqət yetirmək məncə faydalı olar. Çünki hamımız başa düşürük və artıq hətta hakimiyyət də dərk eləməyə başlayır ki, çox önəmli seçimlər qarşısındadır. Bütövlükdə Azərbaycan seçim qarşısındadır və hakimiyyət də seçim qarşısındadır. Və hakimiyyətin hansı yolu seçəcəyi təbii ki, önəmlidir. Ona görə yox ki, hakimiyyətin seçəcəyi yol Azərbaycan üçün həlledici olacaq. Ona görə ki, hakimiyyətin seçəcəyi yol bizim seçdiyimiz yolun nə qədər tez, nə qədər itkisiz reallaşacağına təsir edə bilər. Başqa heç bir şəkildə yox. Və hakimiyyət 3 seçim arasında vurnuxur. Bir seçim avtoritar rejimin bütün eybəcərliklərini bütün gücü ilə davam elətdirmək və daha da artırmaq və xalqa, demokratik ictimaiyyətə, gənclik hərəkatına zərbələr vurmaq, müxalifətə zərbələr vurmaq, azad mətbuata zərbələr vurmaq. İkinci prinsipial yol təbii ki, bizim təklif etdiyimiz islahatlar yoludur, köklü dəyişikliklər yoludur.
Amma Azərbaycan hakimiyyəti, Əliyev rejimi bu yola hazır deyil. Və ortada bir yol da var ki, imitasiyanı seçmək və bəzi əlamətlərə görə hakimiyyət məhz bu imitasiya ilə avtoritar rejimin qəddarlığını artırmaq arasında tərəddüdlərini davam elətdirir. İmitasiya o şəkildə ortaya çıxır ki, həbslər davam edir, siyasi məhbusların sayı artır. Ancaq zaman-zaman vicdan məhbuslarından, siyasi məhbuslardan bəziləri müxtəlif formalarda həbsdən azad edilir. Hakimiyyət Xocalı faciəsi günü dünya miqyasında aksiyalar keçirir və bunun üçün də ölkənin vətənpərvər qüvvələri ilə, milli qüvvələri ilə, demokratik qüvvələri ilə müəyyən ölçüdə kompromislərə getməyə məcbur olur. Və bu tipli bir sıra digər addımlar atır. Təbii ki, bu yetərli deyil. Bu, Azərbaycanımızın xilası üçün, düzgün yolla inkişaf etməsi üçün qətiyyən yetərli deyil. Və ölkə daxilində də, beynəlxalq miqyasda da baş verən bütün hadisələr bunun mesajlarını davam etdirməkdədir. Daxildə ən güclü mesaj təbii ki, Quba hadisələri oldu. Quba hadisələri bu hakimiyyətin perspektivsizliyini, mənasızlığını, məntiqsizliyini bütün açıqlığı ilə ifşa etdi, ortaya qoydu. Xalqımızın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Xalqın qarşısında heç bir qüvvənin dayana bilməyəcəyini bir daha nümayiş etdirdi. Eyni zamanda gənclərimizin son zamanlar fəallıqlarının daha da hər zamankindən də daha çox artması, bir çox onlar tərəfindən cəsarətli, fədakar, yaradıcı aksiyaların keçirilməsi, məncə bu da cəmiyyətdəki daxili proseslərin çox önəmli bir göstəricisi oldu. Beynəlxalq miqyasda isə bir çox hadisələr barədə danışmaq olar. Beynəlxalq prosesləri hamımız diqqətlə izləyirik. Amma yəqin razılaşarsınız ki, beynəlxalq aləmin Azərbaycan üçün ən güclü mesajı Gürcüstanın dövlət başçısı Saakashvilinin Azərbaycan parlamentində çıxışı oldu. Həmin çıxışında Saakashvili Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə və Azərbaycan hakimiyyətinə çox ciddi mesajlar verdi. Bütün çıxışını istiqlal üzərində quran, azadlıq üzərində quran, ləyaqət üzərində quran Saakashvili nitqi boyu dəfələrlə Məhəmməd Əmin Rəsulzadənin həyatına, yaradıcılığına, fəaliyyətinə, əsərlərinə müraciət etdi. Ondan çox sayılı istatlar gətirdi. Və açıq şəkildə bəyan elədi ki, Azərbaycan yolu Rəsulzadə yoludur. Açıq şəkildə bəyan elədi ki, Qafqaz ölkələri birliyə, bərabərliyə məcburdular, birgə olmalıdırlar. Əgər azadlıq, istiqlal dəyərləri ətrafında birləşib hərəkət etmək istəyirlərsə, bu mesajlar çox ciddi şəkildə səslənir. Mən də sizləri Koordinasiya üzrə İctimai Palatanın üzvlərini salamlayıram və qısa bəyin təbriklərinə qoşuram. Nəzərə almaq lazımdır ki, yavaş-yavaş yüksələcək. Siz bilirsiniz ki, mən yavaş-yavaş razıyım. Düzələcək yaxlısı narahat olun. Nəzərə almaq lazımdır ki, bugün sesiyanın qəbul edəcəyi qərarlar çox ciddi və əhəmiyyətli ölkənin siyasi həyatında çox böyük əhəmiyyətə malik olacaq qərarlar olacaq. Daha doğrusu, bugün sesiya öz qərarı ilə ölkədə ciddi siyasi dəyişikliklərə start verəcək. Və bu dəyişikliklərin avangardı sizlər, bizlər olacaq. Çıxış eləmirəm də. İbrahim bəyin çox optimist başlayan və çox pessimist yekunlaşan çıxışından sonra bir qədər çıxış eləmək çətindir. Amma çalışacağım öz düşüncələrimi ifadə edeyim. Gəlin biz birinci özümüzü aldatmayaq. Biz özümüzü aldatmayaq həm optimizm, həm pessimizm mənasında. Mən razı deyiləm ki, İctimai Palatanın mobil 500-800 tərəfdarı var. Mən bundan razı deyiləm. Biz başqa, yəni fəal iş görəni də bu mənada. Nə qədər tərəfdar az işləyir.
500 azdır da siz əlavə eləməyin. Mən demədim o rəqəmi. Mən dedim ki, mən bununla razı deyiləm. Bu bir. İkinci, biz özümüzü aldatmayaq ki, Azərbaycan hakimiyyəti seçim eləyirdi. Azərbaycandan son illərdə talanan sərvətin böyük əksəriyyəti Rusiyada yerləşdirilibdi. Çünki qərbə etimadsızlıq başladı 2008-ci, 2009-cu ildən sonra və bütün talanan sərvət Rusiyaya yerləşdirilibdi. Və Rusiyada olan sərvət və girov durumunda olan başqa amillər belə seçimə imkan verməyəcəkdir. Yenə deyirəm, özümüzü aldatmayaq. Azərbaycan hakimiyyəti bugün Qərblə, Avropa Birliyi ilə, NATO ilə bir yaxınlaşma imitasiyası həyata keçirir. Amma bu imitasiyadır. Son bir həftə ərzində adlarını çəkməyəcəm, bir neçə səfirlə və bir neçə digər yüksək rütbəli diplomatla görüşmüşəm. Hər bir kəsdə bu ehtiyatlılıq var ki, bu imitasiya deyil ki, və hər yerdə fikrimi bildirmişəm, bu imitasiyadır. Bu bir mənalı imitasiyadır. Ramiz Mehdiyev Qərblə ola bilməz. İlham Əliyev Qərblə ola bilməz. Bunların təfəkküründə Qərb hələ o burjuaziyadır, hələ o imperializmdir. Bunlar İranla ola bilərlər, bunlar Qərblə ola bilməzlər, özümüzü aldatmayaq. Mart bayramı təbriklərlə quşuram. Mən sizdən çox xahiş edirəm ki, bu tribunadan, ümumiyyətlə tribunadan həmişə gözəl fikirlər səsləndirilir. Bu gözəl fikirlərə siz bizim savadımızın, təfəkkürümüzün, təxəyyülümüzün məhsulu kimi yox, 18 ildə bu keçmə-keçli yollarda keçdiyimiz, təcrübə topladığımız hadisələrin bir nəticəsi kimi baxacağız. Biz bu iqtidarın hakimiyyətdən getməsi uğrunda mübarizə aparırıq. Və biz bunu bilirik ki, bunu bugün də bilirik, 5 il bundan qabaq da bilirik, 10 il bundan da qabaq bilirik ki, bu hakimiyyətin bugünə qədər hakimiyyətə davam etməsinin səbəbi seçkinin saxtalaşdırılmasıdır. Biz burada dəfələrlə təklif eləmişik ki, biz elə bir konsepsiya hazırlamalıyıq ki, seçkinin saxtalaşdırılmasının qabağını ala bilək. Mən həmişə o fikirli oluram ki, mənə deyəndə ki, Məzahir Pənah İlham Əliyev seçkini saxtalaşdırdı. Mən həmişə o fikirdəyəm ki, İlham Əliyev bütün resurslarını səfərbər eləsə, adicə bir rayonda, Səlyan rayonunda seçkini saxtalaşdıra bilməz, əgər onu Səlyanlar saxtalaşdırmasa. Məzahir Pənah seçkini saxtalaşdıra bilməz, onu yerlərdə. Biz təbliğatımızı bu istiqamətdə qurmalıyıq. Toxunmaq istəyirəm. Bakselin yapısı tarifi, təəssüf ki, quva məsələsinə görə bu da kölgədə qaldı və Bakselin biz Nida Vətəndaş Hərəkatı olaraq Bakselə zəng edib onların müştərək xidmətlərini bezdirmək kampaniyasını keçirdirdi və onlar bizə cavab verirdilər ki, bəli, belə bir tarif var, amma belə bir müraciətlə digər siyasi partiyalara da müraciət eləmişik. Ona görə yaxşı olardı ki, siyasi partiyalar ən azından bununla bağlı bir bəyanatla çıxış eləsinlər, burada bir situasiyanı aydınlaşdırsınlar ki, həqiqətən belə bir şey olmuyor ki, cəmiyyət də bunu bilsin. Bu qədər təşəkkür ederim. Amma çox maraqlı bir mənzərə yaranıb. Biz mitinqi müzakirə edirik. İctimai Palatanın sessiyasında xeyli səs-küy var. Hamı istəyir ki, çıxışlar tez bitsin, tez qutarsın, müzakirələr bitsin. Çox yorulub bir əhval-ruhiyyə istəyirəm. Niyə belədir? Mitinqi kim eləyəcək? Bilirsiniz, bu məsələnin üzərində bir neçə saniyə dayanın. Bu mitinqi biz eləyəcəyiksə, bunun detallarını müzakirə eləməliyik, fikirlərimizi bölüşməliyik, təşkilatı işlərlə bağlı təkliflərimizi verməliyik. Demək, mən bəzi məsələlərin hər halda adını düzgün özümüz üçün müəyyənləşdirməyi vacib sayıram. Neçə müddətdir Azərbaycan cəmiyyətində və bizim aramızda belə bir məsələ müzakirə olunur ki, Azərbaycanda inqilab lazımdır ya lazım deyil. Azərbaycanda inqilab olacaq ya olmayacaq. Mənim fikrimcə və bu təhlillərin də nəticəsidir ki, əslində Azərbaycanda inqilab artıq başlanmışdır. Azərbaycanda demokratik inqilab artıq bir ildir gedir. O bizim düşüncəmizdə, fikrimizdə, psixologiyamızda, təkcə bizim yox, Azərbaycan cəmiyyətinin iqtidarlı müxalifətli,
və iqtidardan müxalifətdən kənarda olan bütün təbəqələrin içərisində artıq öz təsirini göstərmişdir. 8-ində miting təyin etmək istəyirik. Miting məsələsi müzakirə olunmur. Hər şey müzakirə olunur. Geostrateji məsələlər, nələr. Miting haqqında bir şey yoxdur. Biz hakimiyyətə gəlmək istəyirik. 10 kim dedi, bir siyasi fəaliyyətin sonu hakimiyyətə gəlmək. Ya zarafat edirik bu hakimiyyəti. Yəni bir kətdə böyüyənlər yaxşı bilirlər. Arı yuvasına bir çöp uzatmaqla gün keçirən vaxt məzələnmə bir söhbət olubdur. Flashmoblar da keçirə bilərik, müxtəlif metroda, nə bilim, dövlət idarələrinin qabağında, hamamın qabağında, digər yerlərdə nə də piketlər də keçirə bilərik və yaxud da keçirə bilərik, icazəsiz mitinglər də edə bilərik. Keçən il elədiyimiz kimi 5 nəfər, 3 nəfər, 4 nəfər. Mən hesab edirəm ki, bunlar hakimiyyətə gəlmək söhbətidir, bu hakimiyyətdən məzələnmək söhbəti kimi, zarafat eləmək söhbəti kimi. Çərşənbə Novruz bayramımızı təbrik edirəm. Çox təəssüf ki, dəfələrlə təkrarlamağına baxmayaraq, heç kəs 5 dəqiqəli reglamentə əməl edilmir, başda da hörmətli sədr özü olmaqla, bu közü dəvət eləməli cəmaatı 5 dəqiqə danışmalı. Mən qısa edəcəm. Deməli, mən o təklifə tərəfdaram ki, biz ayın 8-də mitingin təyin edək və o təyin etmə qərarını da göstərək ki, istənilən halda hakimiyyətin icazə verib verməyəcəyindən asılı olmayaraq biz mitingi keçəcəyik. Yəni, bu bəri başdan qərara alınsın, sonra müzakirə olunmasın. Yeri də mən indən təklif edirəm ki, Sevinç Kinoteatrının qabağını, keçmiş Sevinç, indiki Təbriz Kinoteatrının qabağını. Mənim hesablamalarıma görə ən münasib yer oradır. Orada icazəli aksiyanı keçirmək. Salamlayıram. Keçmiş və gələcək bayramlarınızı təbrik edirəm. Bugün çox ciddi qərarlar qəbul edirik və çox vacib, məhsuldar müzakirələr apardıq. Sonda bəzi tezisləri xüsusi vurgulamaq istəyirəm. Əvvəla, Quba hadisələri ilə əlaqədar olaraq. Qubada baş verənlərin mahiyyətini Azərbaycan hakimiyyəti özü üçün çox yaxşı müəyyənləşdirib. Bəli, Azərbaycan hökuməti çalışır ki, Qubada baş verən bu xalq hərəkatını hər gün bir ünvana bağlasın. İran'da olacaq, Rusiyada olacaq, Nardara, Maşdağa, oliqarx, hamının adını çəkəcəklər ki, tək ki, aşılasınlar ki, Azərbaycan xalqı deyil. Bax, bunun hamısı məqsəd yönlüdür. Ona görə də nə özünüz bu avantüralara inanmayın, nə də Azərbaycan xalqının çaşdırılmasına imkan verməyin. Onu təlqin edirlər. Amma burada fikir oldu ki, bəlkə bunlar doğrudan da səmimi şəkildə elə bu görünməyən rəqibi, düşməni kənarda axtarırlar, bu gücü oradan görürlər. Xeyr, çox böyük qorxu içindədirlər. Baxın, Qubada bu hadisə baş verəndən sonra Azərbaycan hakimiyyəti səksəkə içindədir. Mən bugün Azərbaycan hakimiyyətinin vəziyyətini bilirsiniz, nə ilə müqayisə edirəm? Bu çay qırağında, Kürün ətrafında yaşayan insanlar bunu daha yaxşı hiss edir. Kür daşmaq ərəfəsində olanda evi bəndin üstündə olan adamlar gecə yata bilmirlər. Bilmirlər hardan yıxacaq. Kür qalxıb yıxmalıdır, amma bilmirlər hardan yıxacaq. İndi Azərbaycan hakimiyyəti bir gün Salyana göz dikir, bir gün Göyçaydan qorxur, bir gün Gəncədən xəbər gözləyir. Bilir ki, bütün Azərbaycan xalqı həmin o dolub daşmağa hazır olan Kürün vəziyyətindədir. Hardan bu divarları yaracaq, hardan bütün Azərbaycanı öz axarına qəbul edəcək, onu bilmirlər, onu tapmaq istəyirlər. Biz burada çox haqlı olaraq Azərbaycanın ətrafında baş verənləri təhlil elədik. Bunların hamısı çox doğruydu, düzgün burada geopolitik təhlillər oldu. Onu xüsusi vurgulamaq istəyirəm ki, bir, bizim illüziyamız olmasın. Azərbaycan hökuməti, indiki İlham Əliyev hakimiyyəti sona qədər aydın seçim etməyəcək. Onu bilin. Prinsip nə olacaq? İndiyə qədər olduğu kimi. Bütün narazı xarici qüvvələri Azərbaycanın maraqlarından kəsib olaraq kimə nə lazımdır verib sakitləşdirmək. Buna axıra qədər çalışacaqlar. Sonuncu günə qədər bu hökumətin prinsipi bundan ibarət olacaq ki, kimi nə narazı salıb. Bunlar anlamırlar ki, dünyada dəyərlərə görə də narazı olmaq olar, insan haqlarına, demokratiya görə. Bunların kafası bunu qəbul eləmir.
Bunlar düşünürlər ki, hansı dövlət nədən narazı qalıb, onun narazı qaldığını Azərbaycan xalqının boğazından kəsək verək ona və beləliklə biz öz işimizi davam elətdirək. Bu barədə bizim birincisi bu illüziyamız olmasın. İkincisi, ilan vuran alaçatdan qorxar. Bizim ki qələbəmizi 2003-2005-ci ildə bu uyğun olmayan konjunkturaya görə bizim əlimizdən alıblar. Bizim diqqətimiz yaman çoxalıb bu dünyada baş verənlərə. Açıq bu müzakirələrin gedişində mən baxdım ki, biraz daxili monitoring eləsək, çıxışlarımızın çox böyük hissəsi gedir o tərəfə. Bunlar önəmlidir, onların önəmini azaltmaq istəmirəm. Amma istəyirəm ki, biz ictimai palata olaraq bu məsələnin altını çox ciddi şəkildə cızaq. Bəli, dünyada köklü dəyişikliklər üçün Azərbaycanda əlverişli mühit var. Bu qlobal proses Azərbaycanda rejim dəyişikliyinə zəmin yaradır. Amma biz Azərbaycan xalqı ətalətdən çıxmasaq, özümüz o köklü dəyişiklikləri yaradacaq qüvvəni yaradıb ortaya qoya bilməsək, heç bir qlobal proses, heç bir qonşuda, regionda gedən proses bizim tənbəlliyimizin və ətalətimizin əvəzini çıxmayacaq. Biz özümüz bu məsuliyyəti çiynimizə götürməliyik. 10 minləri, 100 minləri köklü dəyişikliklər naminə meydanlara çıxarmağı bacarmalıyıq və o zaman biz bu dəyişiklikləri haqq eləyəcəyik və o zaman da biz buna nail olacağıq. İctimai palatada tam daxili bir əminlik olsun, mübarizə səfərbərliyi olsun, 8 apreldə başlanacaq mitinglərə sıradan elan olunmuş bir miting kimi yox, Azərbaycanda 2012-ci ilin xalq hərəkatının yeni mərhələsi kimi başlayaq, o mitingin kütləvi olması üçün və Azərbaycanı dəyişikliklərə götürə bilməsi üçün əlimizdən gələnin hamısını eləyək, bu işlə hamıza uğrar arzulayırıq.